Əziz dostlar, parada xizəyi idman növü ilə məşğul olan qazimiz Polad Rzayevin uğura gedən yolundan bəhs eləyəcək indi Orxan. Xüsusi təyinatlı Polad Rzayev 1-ci Qarabağ müharibəsi ondan atasını alıb, Vətən müharibəsi isə hər iki ayağını. Əfsanəvi Qarabağ batalyonunun komandiri Tofiq Oğuzun oğludur, qəhrəmanın qəhrəman oğlu. 13 yaşından hərbi təhsil almağa başlayıb, 9 ildir ki, xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışır. Vətən müharibəsində Murovdağ yüksəkliklərinin alınmasından başlamış, Qubadlıya qədər döyüş yolu keçib. Bəli, ağır idi, ağırlı idi yaralanmağa. Bu günə qədər mənim bildiyim dünyada tək hadisədir ki, eyni anda 2 minaya düşərək oradan sağ çıxmaq mən bu günə qədər bildiyim tək hadisədir. Bu, təbii ki, ağırlı bir proses idi. Amma çox şükürlər olsun, həmd olsun. Birinci növbədə bizi yaradanın bizə verdiyi gücün sayəsində, daha sonra ailəmizin, dostlarımızın sayəsində, dövlətimizin sayəsində biz bu ağırlı, acılı prosesləri mətanətlə qarşıladıq və atlatdıq, üstəsindən gəldik və daha sonra da həyata davam elədik. Qazi olan Polad döyüş meydanından geri dönərək Paralimpiya idmanında nailiyyətlər qazanmağa qərar verdi. Bu qərar onun yalnız özünü deyil, həm də ölkəsini və xalqını fəxrlə təmsil etməyə hər zaman hazır olduğunu göstərir. Dostum, həm də qohumumuzdur, Bayram Əliyev adındadır. O məni Namiq Cəfarovla tanış elədi və onunla başladım mən. O təzə-təzə mən hələ gəzə bilirdim. Yəni, maksimum 50-100 metr addım ata bilər səviyyədəydim, çox addım ata bilmirdim. Gəldim zala və Namiq müəllim məndən başladı məşq eləməyə. Mənə başladı hərəkətləri göstərməyə, öyrətməyə, yavaş-yavaş. Və proqres əldə elədikcə bu özü məndə əlavə bir güc yaratdı. O güc məndə əlavə bir hədəf yaratdı. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycanda bir fiziki əngəllinin zirvə fəthini elədi. Və biz 2023-cü ildə Ulu Öndərin yubileyinə həsr olunaraq ilk dəfə olaraq Heydər Əliyev zirvəsinə qalxdıq. Daha sonra Azərbaycandakı bütün dağlara çıxdım. İradə və qətiyyətlə hər addımını hesablayaraq Polad öz məqsədlərinə doğru addımlamağa davam edir. Hər uğuru onu qələbələrə bir addım daha yaxınlaşdırır. Həmçinin Paralimpiya oyunlarının ruhu da onun şəxsiyyətini və idmanını formalaşdıran ən mühüm amillərdən biridir. Xizəkdə sürməyə çalışırdım. O qədər də yaxşı sürə bilmirdim, çünki orada müəyyən texniki məsələlər var. İstədiyim kimi sürə bilmirdim. Amma müəyyən bir videolar paylaşırdım ki, sürməyə çalışmağımla bağlı. Paralimpiya komitəsindən zəng gəldi və məndən görüşmək istədiklərini söylədilər. Görüşərkən mənə belə bir təklif elədilər ki, biz istəyirik Azərbaycanda sən Paralimpiya qış idman növlərindən Azərbaycanı təmsil edəsən. Təxminən 40 günə yaxın bizim təlim toplanışımız oldu. Yəni, belə deyək, sıfırdan bu vəziyyətə gətirilməsi üçün. Nəticəsi olaraq da biz Avropada 3 yarış keçirdik. Mən dünya çempionları ilə, Avropa çempionları ilə, Paralimpiya çempionları ilə bir səbətdə yarışırdım. Və mənim hazırlıq müddətim sadəcə 40 gün idi. Buna baxmayaraq, bəli, mən buradan xal yığa bildim. Dağın o biri tərəfi var. Dağı qalxmaq çətindir, çox çətindir. Sonra o dağın o biri tərəfində lalələrlə düzülmüş çəmənlikdəki şəlalənin yanında çay içməyin keyfi də var axı. Bu dağı qalxmasan, gedib orada o çayın qırağında o çayı içə bilməzsən. Polad Rzayevin həyat yolu bir çox insana motivasiya və ilham verir. O yalnız idmançı deyil, həm də həyatın çətinlikləri qarşısında mətin və əzimli bir insanın simvoludur. O sözün əsl mənasında qəhrəmandır.
Bugün motivasiyadan danışırıq. Doğrudan da əsl motivasiya budur. Polad Rızayeva biz də uğurlarının davamını arzulayırıq və çox insanda bu inam, bu gözəl hisslər olmalıdır ki, qarşıya ümidlə baxsın və uğurlara doğru addımlasın. Hər iki mənada Polad Rızayev örnəkdir. Keçdiyi döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Bugünkü idmana olan sevgisi həqiqətən də hər birimiz üçün bir motivasiyadır. Sizə uğurlar arzulayırıq, dəyərli Polad Rızayev.